Bir vaxtlar prezident yanında xüsusi idarənin rəisi olmuş general-leytenant Elman Qəmbərovun qurduğu tələdən xüsusi dövlət mühafizə xidmətinin sabiq rəisi general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm. Bunu Milli Qvardiyanın keçmiş komandiri ehtiyatda olan polkovnik Əzzağa Süleymanov sosial şəbəkə hesabında yazıb. Mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti kapitan Məmmədzadə Aydının evindən Sumqayıt şəhərində Elman Qəmbərovun tapşırığı ilə xüsusi idarənin əməkdaşları silah-sursatı tapmışdılar və dərhal bu barədə Prezident Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah-sursatın vaxtı ilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhid düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanı qalan sursat olduğunu sübut etdim, deyə Əzzağa Süleymanov bildirib. Polkovnik qeyd edib ki, şəhid olanlardan biri də Ülvi adlı milli qəhrəman idi. Ülvi döyüş zamanı zirehli texnikanın içində yanmışdı. Ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadə də səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvidən yadigar qalsın deyə evində saxlamışdı. O zaman Aydın Məmmədzadə könüllülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərargah rəisi idi. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə məlumat vermişdi. Həmin adam da kapitan Məmmədzadə Aydını xüsusi idarənin əməkdaşlarına satmışdı. Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza aldı. Sonralar məlum xüsusi idarə ləğv edildi. Milli Təhlükəsizlik Nazirliyi, ona da qeyd edək ki, bu nazirlik də 2015-ci ildə ləğv edilib, tərkibinə verildi. Milli Təhlükəsizlik Naziri general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundovdan Namiq Abbasovun bacısının yoldaşını polisdə sahə müvəkkili işləyib təqaüdə göndərilmiş mayoru xüsusi dövlət mühafizə xidmətində vəzifəyə təyin edib rütbə verdi deyə o belə bir açıqlama verib.